İstəsə də, istəməsə də hamımızın axırı buradır. Geri gəlmişəm, bu qaynanamdır. Hansı? Nesə xanım. Salam, ay Fazil. Allah rəhmət Hoş eləsin. gördük. Allah cəm ölənlərə rəhmət eləsin. Mənim yoldaşım 97-ci ildə rəhmətə gedib. Uşaqlar hələ balaca idi. Oğlumun 9, qızımın 6 yaşı var idi. Qəfildən getdi, yəni toy məclislərinin birində rəhmətə getdi. Oynaya-oynaya yıxıldı yerə. O gündən bugünə mən onun yoxluğunu həmişə hiss eləyirəm. Həmişə. Səhnəyə ikinci dəfə qayıtmağımın səbəbkarıdır. Həm mənim yoldaşım idi, həm dostum idi. Çünki o mənə başa düşən kimi mən çox adam başa düşmürdü. Nə oğul toy gördü, nə qız toy gördü. Cavan getdi. Mənə qoydu 2 dənə uşağın umudunda məni qoydu tək tənha. Mən çox əziyyət çəkmişəm. Mən ondan sonra 1 il xəstə yatmışam. Şok yaşamışam, çox stres yaşamışam. Tez-tez də yuxuma girir. Danışmır, gəlir elə gülür gedir. Dünənləri yenə də gecə yuxuma gəlmişdi. Uşaqlarımdan nigarımdır. Həmişə gələndə deyir ki, Fəriddən arxain deyiləm, Fəriddən çox nigaranam. Belə onu deyir və salam, başqa heç nə demir. Nə qədər soruşuram, heç nə cavab vermir. Çox danışıram oyuna, otururam burada. Elə vaxt olur, 20 dəqiqə, yarım saat otururam öz-özümlə. Elə boş, quru daşa baxıram, deyirəm, ay Fazil, mən niyə qoydum bu yetimlərin üstündə? Məni niyə tək qoydun, getdin? İndi lazım idin sən, o çətin vaxtları ki, mən saxlamışam o uşaqları. Bax, onda sən lazım idi uşaqları var ki, mən qızımı atasız qapıdan çatmazdım. Mənim oğlum bugünə qədər subay qalmazdı. Yəni, atasızlıq, valla deyirlər, uşaq anadan yetim qalır. Amma uşaq elə həm anadan, həm atadan yetim qalır. Ata çox lazımdır, xüsusilə də oğlan uşaqlarına. Ata çox lazımdır. Fazil yaxşı yoldaş idi, yaxşı ata idi. Mən bilirəm ki, o qalsaydı o uşaqlarını tamam başqa cür böyüdəcəkdi. Bugün biz heç bir şeyin dərdini çəkməyəcəkdik. Çünki özünü o da gözə vurub ailəsinə baxan adam idi. Bizi yaxşı saxlayırdı. Allah rəhmət eləsin.